Vəzifəmə ilk öncə satıcı vəzifəsindən başlamışam. Su şöbəsində satıcı idim. Həmin ərəfədə mən şirkətimizə part-time meyvə satıcısı kimi daxil olmuşam. Mənim qardaşım Abuzərli Ceyhun və mən könüllü olaraq müraciət eləmişdik və bizi çağırış gəldi. Biz yollandıq rayonumuzda yerləşən hərbi komissarlığa. Hərbi komissarlıqdan ayrıldıq və bu bizə çox pis təsir elədi. İki qardaş bir yerdə düşə bilərdik, bir-birimizə dayaq ola bilərdik, məsəl üçün. Amma ayrıldıq. Mən Ağcabədiyə yollandım, qardaşım isə Goranlıya yollandı. Füzulinin Qaraxanlı kəndində biz müharibə yoluna başladıq. Zəngilan, Qubadlı bu iki rayonda ən ağır döyüşlərdən keçdik. Çağırış xəbərini eşidəndə belə deyim, işdəkilərlə elə də çox vaxt tapıb sağollaşa bilmədik. Çünki artıq valideynlər bizi daha çox görməlidir, gedib də dönməmək var. Reallıq var idi ki, biz bilirdik ki, geri dönməyə də bilərik. Mən özüm də onlara bildirməsəm belə, onları itirmək qorxusunu yaşayırdım. Heç vaxt unutmaram, boynumuzdan bizim şəhid olduğumuz zaman bizi tapılmağımız üçün boynumuzda güllənin qabında vərəqə yazıb ad soyadımızı və ailə üzvlərimizdən bir nəfərin nömrəsini qeyd edib boynumuzdan asmışdı. Burada bir nüansı qeyd eləmək istəyirəm. Biz müharibəyə getdiyimiz, gəldiyimiz aylar ərzində şirkətimiz bizim üçün necə lazımdır ailələrimizə dəstəklər olunurdu. Biz belə deyim, iki qardaş getmişdik, hər ikimiz bu şirkətin əməkdaşı idi. Məlumat alanda ki, şirkətimiz bizim ailəmizlə maraqlanır, dəstək olur hər tərəfli. Bu şey məni daha da çox qürurlandırdı. Biz indi Laçının dağlarındayıq da. Laçının dağlarından sizə çoxlu salamlarımız. Bunu çəkirəm əsas öz yaxınlarımız üçün, iş yoldaşlarımız üçün. İşlədiyim Kürəxanın filialına. Şirkət rəhbərinə sağ olunu bildirəm. Yəni biz burada olsaq da, bizim burada şirkətdən yenə də işçilərimiz var. Biz burada olsaq da sağ olsun. Yəni maaşlarımız günbəgün hamısı hesablanır. Yenə də hamımıza sağ ol deyirəm. Özünüzdən müğayyət olun. İnşallah əsas da yolumuzu gözləyənlərə. İnşallah az qalıb sağ-salamat gəlib çıxacaq. İnsan qabaqda döyüşdükdə ona ruh lazım olur. Və bu ruhu biz almışdıq xalqımızdan, ailəmizdən, dostlarımızdan, iş yoldaşlarımızdan. Xüsusən Aras Supermarketlər şəbəkəsinin rəhbərliyindən. Hətta mən evə gələndə belə deyim sizə, birinci dükana düşüb əməkdaşlarla, iş yoldaşlarımla, Araz ailəsi kollektivi ilə görüşüb, ondan sonra evimizə getdim. Həmin günün sabahı məni mağazaya dəvət elədilər. Çox gözəl bir tədbir kimi desəm sizə hazırladılar, tort kəsdilər, təbrik elədilər. Yəni bu özü gözəl bir hissdir. Müharibədən dönəndə mal qəbulçusu yox, baş satıcı vəzifəsində çalışmağa başladım. Müharibədən qayıdandan sonra bir ay müddət çəkdi və bir ay müddətində mən baş satıcı olaraq təyin olundum və mən dəstəyi hiss elədim və buna görə də Aras Supermarket rəhbərliyinə və kollektivimizə çox təşəkkür edirəm. Bu kənardan xırda görsənsə də, amma bu insan üçün böyük bir ruh yüksəkliyi idi, xoş gəlir insana ki, məsəl üçün mənim şirkətim dəyərləndirdi. Bütün bu olanların hər biri bir sübutdur ki, Araz şirkəti, Araz Supermarketlər şəbəkəsi öz əməkdaşlarının qayğısına qalır. Hətta orada sübut olaraq özümü də gətirə bilərəm. 10 ildə artıq bu şirkətdə çalışıram. Bizim şirkətimizin, Arazımızın hansı ki qaziləri var, şəhidlərimiz var. Hələ də onların əmək haqqları ay-bay köçürülür. Onlar hər bayramında, hər bir tədbirlərdə onlara ziyarət olunur. Bu gözəl bir hissdir. Buna görə mən başda şirkət rəhbərliyinə, bütün üst rəhbərliyə, əməyi, əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu bir sübutdur ki, biz şəhidlərimizin, qazilərimizin necə istəyirik, onların necə qayğısına qalırıq. Onların ailə üzvləri bizə onlardan qalan bir əmanətdir və biz şirkət olaraq üstümüzə düşəni edirik.